Salam. 9-cu sinif şagirdləri və may ayında imtahan verəcək. 9-cu sinifin imtahanını verəcək. Əvvəlki ilin məzunları bir qədər ekrana yaxın əyləşsin. Bugün biz 2024-cü ildə 9-cu sinifin buraxılış imtahanına düşmüş sualları izah edəcəyik. Başlayaq suallardan. Birinci sual. 61-ci sual. 2 ardıcıl tək natural ədədin cəmi 68 olarsa bu ədədlərdən kiçiyini tapaq. Ardıcıl tək natural dediyinə görə biz birini x götürürük. Digər olar x plus 2 bərabər 68. Buradan 2x bərabər 66, x bərabər 33. Biri 33'dür, digəri də 33 plus 2 35'dir. İkisini soruşur. Cavab 33. Variant C variantı. Paralel 64'ü izah edək. Kubun tilini 2 dəfə artırdır və həcmi 56 artır. Kubun tilini 2 dəfə artırdıqda kubun həcmi V bərabərdir A-nın kubu düsturuna hesablanır. Birinci ilk olaraq tili A olan kubun həcmi A-nın kubudur. Əgər til 2 dəfə artsa, til onda 2A olar. Onda həcm olar 2A-nın kubu. Bu isə bizə nə verər? 8A kub verər. Əvvəl A kub idi. İndi 8A kubdur. Deyir ki, həcm 56 cm artar. Deməli, A kubdan 8A kuba qalxmaq üçün 56 cm kub artım olub. Yəni, bunların fərqi 56 cm kubudur. Onda yazırıq ki, 8A kub minus A kub bərabər 56. 7A-nın kubu 56. A-nın kubu 8. A bərabərdir 2-yə. Kubun tam səthinin sahəsini istəyir. Tam səthinin sahəsi 6A-nın kvadratı düsturuna ölçülür. Onda S-dan bərabərdir 6 vurulsun 2-nin kvadratı. Yəni cavab 24. Santimetrin kvadratı uyğun variant B variantı olar. Keçək növbəti suallara. 62 və 65-ə baxaq. 62-ci sualda x plus y cəmini soruşur. Biz yuxarıda 2x-i mənfi 2-yə vursaq, 4x-in əksini almış oluruq. Ona görə də birinci tənliyin hər tərəfini mənfi 2-yə vurarıq. Mənfi 4x, mənfi 10y, mənfi 50, müsbət 4x, müsbət 6y, 3y, yəni ikinci tənliyin hər tərəfini olduğu kimi saxlayırıq. Heç nəyə vurmuruq, 3y bərabərdir 15. Bu tənliklər sistemini həll etmək üçün tərəf-tərəfə toplayırıq. 4x-lar islah edər. Mənfi 10y plus 3y. Mənfi 7y bərabər mənfi 35. Y bərabər 5 olar. Aparıb tənliklərdən hər hansı birində y-in yerinə 5 qoyuruq. Onda olar 2x plus 5 vur 5 bərabər 25. 25 çıx 25 0. 2x bərabər 0-a. Deməli, x də bərabərdir 0-a. Onda x plus y cəmini soruşur. 0 plus 5 bərabərdir 5-ə. Yəni, buna uyğun variant D variantı olar. 65-ci suala baxaq. Ortaq vuruğu mötərizə xaricini çıxarmaq lazımdır. Göründüyü kimi ortaq vuruq 4B vuruğudur. Birinci toplanandan x qalar. İkincisindən isə mənfi 3 qalar. Yəni 4B vurulsun x minus 3 Y variantı. Variantlar bir-birinə olduqca oxşardır. Diqqətli olmaq lazımdır. Dəqiq variantı seçmək lazımdır. Keçək növbəti suala. 63 və 66-ya baxacaq. 63-cü sualda deyir ki, 200 oğlan 300 qız iştirak edir. Qızlar bütün iştirakçıların neçə faizini təşkil edir? 2 ədədin faiz nisbətidir bu. Birinci, ikincinin neçə faiz olduğunu düşünmək üçün, tapmaq üçün birincini ikinciyə bölüb 100%-ə vurmaq lazımdır. Qızlar 300-dür. Bütün iştirakçılar 500 olur. 300 bölünsün 500 vurulsun 100%. Bu tənlik həll olunacaq. O da bərabərdir. Sıfırları ixtisara aparsaq buradan 5-də 3. 5-də 3-ü də 100-ə vursaq cavab 60%. Keçdik 66-cı suala. 66-cı sualda deyir ki,
66-cı sualda deyir ki, bir qədər yaxınlaşdıraq. 66-cı sualda kvadrat köşklər bölməsinə aid olan bir ifadədir. X böyük 0, Y böyük 0. Bax, bu şərtlər verilib. Kök altında 75, X üstü 3, Y üstü 6. Kökün dərəcəsi yazılmayıbsa, bu kvadrat kök deməkdir, yəni ikinci dərəcədən kök deməkdir. Ona görə biz nə edirik? Kökün dərəcəsi burada 2 olduğu üçün biz çalışırıq ki, içəridəki ifadələri kvadrat kimi göstərək. Onda yazırıq kök altında 5-in kvadratı vur 3, x-in kvadratı vur x və y-in kubunun kvadratı. Y üstü 6-nı bu şəkildə yazırıq. Bu ifadə də bərabərdir. Deməli, kökün altında kvadratlar var. Kvadratlar kökün dərəcəsi ilə ixtisar gedir və kökün altındakı ifadə modul şəklində kökdən çıxır. Ona görə nə qalır? Modul 5. Yəni, bu kvadrat getdi. Sonra çölə çıxacaq. Kökdən çölə çıxacaq. Modul x. Sonra bir də kökdən xaricə çıxar. Y-in kubu modulca. Bəs kökün daxilində nə qalır? Kökün daxilində qalır 3. Kökün daxilində qalır x. Baba, 3 ilə x qalır. 3x. İndi isə verilmiş şərtlərə görə bu ifadələr sadələşdirək. 5-in modulu 5-dir. X müsbətdir. Bax, yuxarıda fikir verin. X müsbətdir. X müsbət olduğu üçün modul daxil ifadə müsbət olduğu üçün moduldan özü çıxır. X. Y mənfidir. Y mənfi olduğu üçün burada onu bir tane göstərək. Bax, burada Y mənfi olduğu üçün Y-in kubu, bu ifadə Y-in kubu da mənfidir və mənfi ifadənin modulu əksini verdiyi üçün onda Y-in kubunun modulu mənfi Y-in kubu olacaq. Mənfi Y-in kubu. Mənfi Y-in kubu vurulsun kök altında 3x. Ona görə də yekun cavab mənfi 5x Y-in kubu kökün altında 3x. Buna uyğun variant da Y variantı olacaq. Moduldan mənfi çıxmaz deyə düşünürsünüzsə, düz düşünürsünüz. Sadəcə burada nəzərə alın ki, Y mənfi olduğu üçün, Y özü mənfi olduğu üçün, mənfi Y-in kubu özü müsbət ədəddir. Müsbətdir. Müsbətdir. Çünki Y özü də mənfidir axı. Mənfinin kubu mənfi, qabağında bir dənə mənfi var, müsbətdir. Ona görə də əgər modul daxil ifadə mənfidirsə, onda moduldan onun əksi çıxmalıdır ki, bu da müsbət olsun. Yəni, artıq bu ifadə və bu dairəyə aldığım bu ifadə müsbət ifadədir. Bu şəkildə. Keçək növbəti suallara. 67 və 70-ə baxacaq paralel şəkildə. Burada x bərabər 2 nöqtəsindəki funksiyanın qiymətini soruşur. Sadəcə x-in yerinə 2 qoyuruq. Y bərabərdir. Y bərabərdir. 3 vur 2 plus 2 cavab 8 olur. Buna uyğun variant B variantı olar. Keçək 70-ci suala. X plus 2-də 1 bərabər 9-da 7. Buradan da x bərabərdir 9-da 7 minus 2-də 1. O da olar. Ortaq məxrəc 18. Birincinin hər tərəfini 2-yə vuraq. İkincinin hər tərəfini 9-a vururuq. 14 çıx 9, 5. Cavab 18-də 5 uyğun variant olmuş olar. Keçək 68 və 71-ci suallara. 68-ci sualda deyir ki, radius 28 olan çevrənin mərkəzindən 16 sm məsafədəki nöqtədən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafəni tapın. Ən böyük məsafəni deməli soruşur. Burada
Bir çevrə çəkək. Bir çevrə. Bir çevrə çəkək. Aha. Bir çevrə çəkək. Daha sonra bu çevrənin diametri olsun. Olsun diametri. Radius 28-dirsə, radius 28-dirsə, onda radius 28-dirsə, qeyd eləyək. Mərkəz radius 28-dir. Radius 28-dir. Bura bir 10 nöqtəsi veririk. Mərkəzdən 16 cm məsafədə olan nöqtədən A nöqtəsi deyək ona. A nöqtəsindən bura qədər məsafəni soruşur. Bura təmizləyə bilər. Biraz sərbəli olsun. Bu mərkəz bu A nöqtəsindən bu nöqtədən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafəni tapın. Bax, bu nöqtədən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafə. Çevrənin nöqtələrinə qədər deyəndə bu çevrənin üzərində yerləşən nöqtələr başa düşülür. İndi ən qısa məsafə desəydi, bizdə məsafə bu olacaqdır. Ən qısa məsafə. Bu da bütöv 28-dən, bura 16-dır da, mərkəzdə 16 məsafədə yerləşən nöqtədir. 28-dən 16-nı çıxacaqdır, cavab alınacaqdır 12. Amma bu 12 ən qısa məsafədir. Bizdən isə ən uzun məsafəni soruşur. Ən uzun məsafəni soruşursa, onda biz nə edəcəyik? Biz tam əks tərəfə baxacağıq. Tam əks tərəfə. Biz bu hissəyə baxmalıyıq. Ən uzun məsafə. Ən uzun məsafə, bax, bu məsafə olar. Yəni, tam əksə bu nöqtəyə. Ən uzaqda yerləşən nöqtə, bax, bu nöqtə olar. Bu nöqtə olar. Ona görə də bu məsafə nəyə bərabərdir? 28 və 16-nın cəminə. Yəni, 28 plus 16. Bu da bizə nə verər? Təbii ki, 28 plus 16 bərabər 44 verir. Yəni, cavab C variantı. Ən qısa məsafə desəydi, A-dan aşağı hissəyə olan məsafə idi. Məsələn, bura bir B verək. Ən qısa məsafə AB-dir. Amma ən uzun məsafə isə AC-dir. Ona görə də 28 plus 16, 44 cavab. Keçək 71-ci suala. Mənfi 6-nın kvadratı. Burada mötərizə olmadığına görə, bunu bəzi şagirdlər səhv salırlar. Mənfi 6-nın kvadratı nə deməkdir? Mənfi 1 vurulsun 6-nın kvadratı deməkdir. Mənfi 1 vur 36. Gördüyüm kimi cavab mənfi 36-dır. Amma olsaydı mənfi 6-nın kvadratı, bu mənfi 6 vurulsun mənfi 6 deməkdir. Mənfinin mənfi hasili müsbətdir. Ona görə bu müsbət 36 olardı. Bizdə isə birinci haldır. Ona görə də cavab mənfi 36-dır. Mənfi 36-nın üzərinə mənfi 1 üstü 14. Mənfinin üzərində cüt dərəcə varsa, yəni mötərizə ilə, onun cavabı müsbətdir. Ona görə müsbət 1-dir. Mənfi 4-ün kubu mənfi 64. Buradan da toplasaq, cavab mənfi 99 eləyər. Yəni, yoğun variant B variantı olur. Keçək növbəti suala. 69-cu sualla 72-ci sualda isə izah edirik. Deyir ki, NA birləşdi B və NA kəsdi B cəmi tapın. NA birləşdi B o deməkdir ki, hər iki çoxluğun ən azı birində olan elementlərdən təşkil olunmuş çoxluq. Yəni, hərəsindən birini götürüb yazmaq olar. Mənfi 12, mənfi 5, mənfi 2, 4, 9, hansı çatmadırsa biz B-dən götürəcəyik. Mənfi 12 götürmüşük, 4 var, 9 var və 11.
Buradakı elementlərin sayı 3, 4, 5, 6 tane element var. Yəni bu say 6-ya bərabərdir. NA birləşdi B sayı 6-ya bərabərdir. İndi NA kəsdi B sayına baxaq. NA kəsişmə B. Burada ortaq elementlərə baxacağıq. -12, 4, 9, 4, 9. Yəni bu say 3-ə bərabərdir. Onda 6 plus 3 bərabər 9. Yəni Y variantı olur. 72 sola baxırıq. Burada çevrənin tənliyini verib və radiusunu soruşur. Bildiyimiz kimi çevrənin tənliyi x minus a kvadrat üstəgəl y minus b kvadrat bərabər r kvadrat. Ona görə də biz bu tənliyi burada iki hədlilərin kvadratı şəklində göstərməliyik. Nə edirik? X-in kvadratı üstə minus 6x. Burada biz ikinci həddin kvadratını tapmaq üçün 6-ya 2AB kimi baxırıq. Yəni A əmsalımız 1-dir. 6-nı bölü 2-yə 3, 3-ü də bölü 1-ə 3. Yəni ikinci həddimiz 3-dür. Onda 3-ün kvadratı neçə edir? 9 edir. Gəlirik 9-u və 9-u özümüzdən əlavə etdiyimizə görə geri qayıdıb çıxmalıyıq 9-u. Üzərinə gəlinsin. Üzərinə gəlinsin. Y-in kvadratı plus 4y. Yenə burada B əmsalını 2-yə bölürük. 2, 2-nin kvadratını tapırıq 4. Yəni üzərinə 4 gəlib 4 çıxırıq. Bu şəkildə minus 12. O da bərabərdir 0. Birinci iki hədlimizin x minus 3 olduğu aydındır. İkinci iki hədlimizin y plus 2 olduğu aydındır. Yerdə qalan sərbəst hədlər -9, -4, -12. Eləyir -25. -25-i sağa atsaq olar müsbət 25. Və biz bu tənliyi çevrənin tənliyi ilə müqayisə edəndə görürük ki, r-in kvadratı bərabərdir 25-ə. Deməli, r də bərabərdir 5-ə. Yəni, çevrənin radiusu 5-dir. Bu şəkildə. Çevrənin radiusu 5-dir. Yəni, bax, r-in kvadratı burada da 25. R-in kvadratı 25-dirsə, onda r də 5-dir. Bu şəkildə. Keçək növbəti suallara. 73 və 76-cı suallara baxacağıq. 73-cü sualda deyir ki, 79 kiçik bərabər A kiçikdir 122 bərabərsini ödəyən natural ədədlərin ən böyük ilə ən kiçiyin cəmini tapın. Bu bərabərsini ödəyən ən kiçik ədəd 79-un özüdür, çünki bərabərliyi var. Ən böyük ilə 121-dir, çünki 123-dən kiçik yazılıb. Ona görə də 121 ilə toplayırıq, cavab eləyir 200. Buna uyğun variant C variantıdır. 76-cı suala keçid alaq. Uşağın 10 yaşı var. Uşaq 10 yaş, ata 31 yaş. Neçə il bundan əvvəl? Əgər 3 il bundan əvvəl desəydi, uşağın neçə yaşı olardı? 7 yaş olardı. Deməli, nə etmək lazımdır? Əvvəl deyəndə yaşı çıxmaq lazımdır. Ona görə də neçə il bundan əvvəl bilmiriksə, onda x deyirik. 10 minus x. Yəni, x il bundan əvvəl şagirdin 10 minus x yaşı var imiş. Şagird deyiləndə uşağın. Atanın da 31 minus x yaşı var imiş. Və ata uşağından 4 dəfə böyük olub. Yəni, uşağın yaşını 4-ə vursaq, atanın yaşına bərabər olur. Bu tənliyi həll etsək, 40 minus 4x bərabərdir 31 minus x. 40-dan 31 çıxsaq 9, mənfi 4x sağa atsaq, burada 4x minus x 3x qalar. Aydındır ki, x də bərabərdir 3 olacaq. Doğru cavab 3. Keçək növbəti suallara. 74-cü sualda deyir ki, düzbucaqlı bucağın katetləri 16 və 8 olarsa, onun sayəsini tapın. Düzbucaqlı 3 bucağın
katetləri 16 və 8 olarsa, onun sahəsini, düzbucaqlı bucağın sahəsi S bərabərdir. Katetlərin hasili vur və 2-yə böl. Yəni 64-dür. Uyğun variant Y variantıdır. Bir dənə düşünün ki, əgər biz bunu tamamlasaydıq belə, bu şəkildə tamamlasaydıq düzbucaqlıya, onda bunun sahəsi nə olardı? A vur B. Yəni 128 olardı. Amma biz onun yarısını götürmüşük. Düzbucaqlı bucaq, düzbucaqlının yarısı da 128-in yarısı 64. Və yaxud da ki, A vur B bölü 2, o da aydındır. 77-ci suala baxırıq. Rombun diaqonallarının kəsişmə nöqtəsində AO 6-dır, BO 8-dir. Düzbucaqlı üçbucaqda Pifaqor teoreminə görə 6-nın kvadratı plus 8-in kvadratı, yəni buna x desək, x bərabərdir kökün altında, o deyilir kök altında 100, cavab çıxır 10. Yəni, rombun tərəfləri 10-dursa, hamısı. Tərəflər 10 olur təbii ki. Perimetrdə olur 4 vur 10, yəni 40 santimetr. Keçək 75 və 78 izahələyək. 75 sualda deyir ki, taxıl üyüdüldükdə kütləsinin 5-də 3 hissəsi qədər un alınır və 480 kq un almaq üçün nə qədər taxıl üyütmək lazımdır? Qısa yolla yazaq, un alınan hissə 3 hissədir. Onu deyirik ki, 3K-dır. 3K bərabər 480 kq-a, un alınan hissə 3K-dır və un 480 kq-dır. Deməli, 3K 480, K olur 160. K 160 isə bizdən bütöv hissəni soruşur. Bütöv hissə soruşursa, o 5K-dır. 5 də vuraq 160-a, cavab olur 800. Buna uyğun variant da A variantıdır. 78-ci sualda deyir ki, M ədədinin standart şəkildə yazılışında tərtibi 7 olarsa. Gəlin standart şəkildə yazılışla bağlı bir qədər geniş izah edək. Ədədin standart şəkli A bərabərdir. M vurulsun, 10 üstü N şəklindədir. Burada M yerləşir qapalı bir açıq 10 intervalında. N isə tam ədədlər çoxluğuna daxildir. Yəni 0, mənfi, natural ədədlər, onların əksləri və 0 ola bilər. Misal göstərə bilərik. Məsələn, A bərabərdir 2800. Bu ədədi standartda yazmaq üçün biz vergül elə yerdən qoymalıyıq ki, alınmış ədəd 1 və 10 arasında düşsün. Aydındır ki, bu 2,8 olacaq. Deməli, onda yazırıq 2,8 vurulsun 10 üstü. 10 üstü necə? 2,8-i neçəyə vursaq? Hansı mərtəbə vahidinə vursaq? Əvvəlki ədəd almış olaraq 1000-ə vursaq. Yəni 1000 burada vergüldən sonraki sıfırların sayı qədər sıfıra malikdir. 1000. 3. Vergüldən sonra 3 rəqəm qaldı. Yəni 10 üstü 3. Tərtib oldu 3. Bu tərtibdir. 3 tərtibdir. Qiymətli hissə isə neçə oldu? Qiymətli hissə isə 2,8-ə bərabərdir. Bax bu şəkildə. Tərtib 3-ə bərabər oldu. Və yaxud da başqa bir ədəd götürək. A bərabərdir 0,00083. Bu ədədi standart gətirməkdən ötürü biz vergül elə yerdən qoymalıyıq ki, alınmış ədəd 1-10 intervalına düşsün. Aydındır ki, bu 8,3 olacaq. Onda 2 vergülün arasını sayırıq. 1, 2, 3, 4. Yazırıq 8,3 vurulsun 10 üstü amma mənfi 4. Çünki bu ədəd 8,3-dən daha kiçikdir. Kiçik olduğu üçün 10 üstü mənfi 4-dür. Qüvvət mənfi olur. Tərtib mənfi 4-dür, qiymətli isə 8,3-dür. Ona görə də indi gəlin misalın özünə baxaq. Deyir ki, M ədədinin standart şəkildə yazılışında tərtib 7 olarsa. Tərtib 7 olarsa, deməli bu ədəd təxminən belə bir ədəddir. A bərabərdir, M vurulsun 10 üstü 7. Və bu ədədi biz, yəni bir M ədədi deyir də, M olsun, M ədədi. 0,1000-1-ə vursaq, 0,1000-1. 0,1000-1 nə deməkdir? 10 üstü mənfi 3 deməkdir. 10 üstü mənfi 3 deməkdir. Yəni 1000-1, 1000-1. Yəni 1 böl 10 üstü 3 deməkdir. O da 10 üstü mənfi 3 deməkdir. Aha. Ona görə də burada 10 üstü 7, 10 üstü mənfi 3-ə vuranda
10 üstü 4 alınır. Göründüyü kimi ədədimizin tərtibi 4 olacaq. 4. Keçək növbəti suala. 79-cu sual. A bölü 2, B bölü 4, C bölü 6 və ABC 384 olarsa, A plus B plus C ifadəsini tapar. Burada bu tip misallarda yaxşı olar ki, A-nın özünü A, B, C 2, 4, 6 ədədlərlə mütənasibdir. Ona görə də A bərabər 2K, B bərabər 4K, C bərabər 6K kimi işarələyək. Və bunlar da ixtisar gedir 2-yə. Ona görə də ixtisarımız aparaq 1K, 2K və 3K kimi işarələyək. Onda ABC hasili 1K vurulsun 2K vurulsun 3K bərabər 384 alarıq. Buradan 6K'nın kubu 384 alınır. K'nın kubu isə 6, 6, 36, 64 alınır. K'nın kubu 64 alınanda K nə alınır? 4 alınır. İndi K 4 alınırsa, onda gətirib bunları yerinə qoysaq, A olacaq 4, B olacaq 8, C olacaq 12. Bizə deyir A plus B plus C, o zaman A plus B plus C ifadəsini yazmaq üçün biz 4, 8 və 12-ni toplayırıq. Cavab 24. Bu misalın ilkin cavabda 24 oldu. Keçək 80 suala. Bu sualda deyir ki, bu sıra natural ədədlərdən ibarətdir, artan sıraya düzülmüşdür, sıranın medianı 14'dür. Sıranın elementlərin sayına baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə elementi var. Sıranın elementləri tək sayda olarsa, azdan çoxa düzməli, ortadakını götürməli. Sıranın elementləri cüt sayda olarsa, azdan çoxa düzməli, ortadakı iki elementin ədədi ortasını tapmalı. Bizdə sıranın elementlərin sayı 8-dir, cüt saydadır. Cüt sayda olduqları üçün də biz nə etməliyik? Onların ortadakı ikisinin ədədi ortasını tapmalıyıq. Bizdə də ortadakı ikisi hansıdır? Ortadakı ikisi hansıdır? X-dan Y-dir. X, Y. Ona görə də yazırıq ki, X plus Y bölü 2 bərabərdir 14. Buradan X plus Y nə alırıq? 28 alırıq. X plus Y nə alırıq? 28 alırıq. Aha, 28 aldıq. O zaman X və Y hasilinin ən böyük qiymətini tapalım. Yaxşı, düşünün ki, hansı ədədlərin hasili cəmi 28-dir və onların hasili ən böyük ola bilər. Məsələn, 1 və 27 düşünün. 1 və 27. Hasil 27-dir. Amma 2 və 26-ya baxın, cəmi 28-dir, amma hasil 52-yə baxdı. Amma 3 və 25-ə baxın, artıq hasil 75-dir. Amma 4 və 24-ə baxın, artıq hasil 96-dır. Yəni, bunların arasında getdikcə deməli, ədədlərin öz fərqləri bir-birinə yaxınlaşdıqca hasil ən böyük olur. Ona görə də əgər cəm cüt ədəddirsə, onda hasilin ən böyük qiyməti cəmi yarı qiyməti ilə, yarı qiymətlərin hasilinə bərabərdir. Yəni 28-in yarı qiyməti 14-dür. 28 bərabərdir 14 plus 14. Və 14 vur 14 də 196. Bu olacaq maksimum qiymət. Cəmi 28 olan 2 toplananın hasilinin ala biləcəyi ən böyük qiymət 196-dır. Bu şəkildə. Əgər cəm olsaydı, məsələn, 27, o zaman hasilin ən böyük qiyməti 27-nin yarı qiymətinin 27-nin yarı qiyməti təbii ki, natural deyil. Amma yarı qiymətindən kiçik olan ən böyük və böyük olan ən kiçik natural ədədlər. Yəni 13 və 14 olacaqdır. 13 və 14. Bunların hasili ən böyük olacaqdır. Bir sözlə, cəmi sabit olan toplananların hasilini ala biləcəyi ən böyük qiymət tapmaq üçün
Toplamlar bir-birinə maksimum yaxın olmalıdır. Bu şəkildə. Yəni 14 vur 14. 196. Keçək 81-ci suala. Burada oturacağı asi olan bərabər yanlı ABC üçbucağının bərabər yanlı ABC üçbucağının bizim burada üçbucaq var. Bir dənə üçbucaq götürək. İndi isə gəlin. Buradan oturacaq AC-dir. Bura A qeyd edək. Bura C qeyd edək. Bura B qeyd edək. Və buradan bir median çəkək. Median yaxşı çəkilmədi. Nə edəcəyik? Bu medianı buradan silək. Bir xətkeş götürürəm. Xətkeşi düzəldək. Şurada 89 90 əla və buradan nə edək? Bir median çəkək. Bildiyimiz kimi bərabər yanlı üçbucaqda median həm də hündürlükdür. Bu bərabər olduğu üçün bunlara A və A verirəm. Median yarıya böldüyü üçün bu hissə B və B kimi işarələyirəm. O zaman median özünə də M işarəsini verirəm. ABC və ABD-nin perimetrləri 46 və 40-dır. İndi ABC üçbucağının perimetrinə baxın. Burada var A plus B plus B bərabər 46-ya. 2A plus 2B 46, A plus B neçə olur? 23 olur. Bu qalsın bir tərəfdə. Keçək. İndi ABD-nin perimetrinə baxırıq. ABD. ABD-nin perimetrində nə var? A var, B var və median var. Bərabərdir 40-a. A ilə B-nin cəmi 23 olduğu üçün 23 plus median bərabərdir 40-a. Buradan da median bərabərdir 17-yə. Bizdən BD-ni soruşurdu, yəni medianı soruşurdu. Cavab 17. Belə tapılır. Keçək növbəti suala. Artıq indi yazılı suallar başlayır. Yazılı suallar bildiyiniz kimi tam şəkildə cavablandırılmalıdır və yazılı sualların balı digər sualların balından 2 qat fərqlənir. 2 qat daha çoxdur. 82-ci sualda deyir ki, 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metrdir. Digər mərtəbələrin hündürlüyü isə 3 metrə bərabərdir. Bu binaların hündürlüklərin nisbəti 8, 11, 14 şəklindədir və hündürlüklər cəmi 66 metrdir. Hündürlüyü ən böyük olan bina neçə mərtəbəlidir? Bu məsələni mən yazılı şəkildə yazacağam və çalışın. Elə şəkildə yazmağa çalışın ki, tam balı alasınız və bildiyiniz məsələni bildiyiniz halda bal itirməyəsiniz. Nə edirik? Birinci yazırıq ki, bu deməli bu binaların hündürlükləri nisbəti 8, 11, 14 olduğu üçün 8K plus 11K plus 14K bərabər 66 metr. Toplasaq 33K bərabər 66 metr, K bərabər 2 metr. Bunu tapandan sonra biz K-nı uyğun olaraq 8-ə, 11-ə və 14-ə vurmalıyıq. Onda binalar 8 vur 2 16
binalar 8 vur 2 16. 16. 11 vur 2 22 və 14 vur 2 28 metr hündürlüyündədirlər. Bizə deyir ki, hündürlüyü ən böyük olan bina. Hündürlüyü ən böyük olan bina burada 28 metr hündürlüyə malik olan binadır. İndi 28 metr hündürlüyə malik olan binanın bir mərtəbəsi 4 metrdir. Digər mərtəbələrin hər biri isə 3 metrdir. Tutaq ki, x mərtəbəsi var və hər mərtəbəsi 3 metrdir. Ona görə də biz bu təmli həll edəcəyik. 3x bərabərdir 28 çıx 4 24. X də bərabərdir 8 metr. 8 metr yox, 8 mərtəbə. Amma nəzərə alın ki, 8 mərtəbə hündürlüyü 3 metr olan mərtəbələrdir. Axı, ən aşağıda, yəni birinci mərtəbədə hündürlüyü 4 metrdir. Yəni, bu da bir mərtəbədir axı. Ona görə də ümumilikdə neçə mərtəbə var? 8 plus 1. Yəni, 9 mərtəbə var. 9 mərtəbə. Yəni, cavab 9 mərtəbə olur. Aydındır mı? Bu şəkildə yazırıq və tamamımızı alırıq. Keçək növbəti suala. 83-cü sual. Deyir, alfa və betanın qarşılıqlı bucaqlar olduğunu bilərək, alfanın dərəcə ölçüsü 10% azaldılsa, betanınki 60% artırılarsa, qonşu bucaqlar alınır, alfa plus beta cəmi tapın. Qarşılıqlı bucaqlar bərabərdirlər. Ona görə də qarşılıqlı bucaqlar bu şəkildə bərabərdirlər. Ona görə də onların hər birinə alfa bərabər x, beta bərabər x qiymətini verirəm. Alfanın dərəcə ölçüsünü 10% azaldıb. 10% azaltmaq 100 çıx 10% bərabər 90%. O da onluq kəsilən 0,9 hissə deməkdir. Deməli, alfanın dərəcə ölçüsünü 10% azaldanda alfa olur 0,9 alfa. 0,9x. Eyni qayda ilə betanınki 60% artırılanda 100 plus 60 olur 160%. Bunu da onluq kəsrə çevirəndə eləyir 1,6. Yəni, ikinci bucaq 1,6x olacaq, dəyərinə malik olacaq. Və bu zaman yeni bucaqlar artıq qonşu bucaqlardır. Qonşu bucaqlarsa, bildiyimiz kimi qonşu bucaqların xassəsinə görə onların cəmi 180-dir. Burada toplasaq 2,5x bərabər 180 alınır. Və bu tənli həll etsək, hər tərəfi ona vuraq. 25x bərabərdir 1800. X də bərabərdir 1800 böl 25. O da 72 alınır. Alfa plus beta cəmi tapın. Yəni, alfa da x-ə bərabərdir. Yəni, alfa da 72-dir. Beta da 72-dir. Onda onların cəmi nə olar? 144 olar. Cavab 144. Bu şəkildə yazırıq məsələni. 83-cü məsələni bu şəkildə yazırıq. Və tam balımızı alırıq. Keçək növbəti suala. 84-cü suala. Bu sualda həll etmək üçün biz buranı təmizləyək. Aha, indi isə başlayaq 84-cü suala. Qutuda eyni formalı 16 ağ, 5 qara və x sayda qırmızı kürə var. Qutudan təsadüfi bir kürə çıxarılır. Çıxarılmış kürənin qırmızı olma ehtimalı 10-da 3 olarsa, qutuda neçə qırmızı kürə var? Deməli, biz ehtimalın xassəsini yazırıq bura. Ehtimalın klassik ehtimal tərifinə görə ehtimal tapmaq üçün əlverişli
hal sayı bölünsün mümkün hal sayı. Belə bir düsturumuz var. Əlverişli hal sayı bölünsün mümkün hal sayı. Ona görə də P bərabərdir. Burada bütün halların sayı 16, 5 və x sayıda qırmızıdır. Cəm neçə olar? 16 plus 5 plus x olar. Qutudan təsadüfi bir kürə çıxarılır. Çıxarılan kürənin qırmızı olma ehtimalı. Qırmızıların sayına fikir verin, əlverişli halların sayına fikir verin. Qırmızıların sayı x-dir. Yəni bura x yazırıq. Bərabərdir 10'da 3. Əlverişli halların sayı qırmızıların sayıdır. Qırmızıların sayı x-dir. Mümkün halların da sayı bütün halların sayıdır. Bütün halların da sayı 16 plus 5 plus x-dir. Bərabərdir 10'da 3. Bu tənliyi həll edək. Burada 10x bərabərdir 3x plus 3'ü də 21'ə vursaq 63. 7x bərabər 63 alırıq. X bərabər 9 alırıq. Bizdən qırmızı kürələrin sayını soruşur. O da x ilə verilmişdi. Cavab 9. Bu şəkildə həll edirik. Cavabı da alırıq. Tam balımızda alırıq. İndi isə keçək 85-ci suala. Bu sualda keçmək üçün bir qədər neyinəyək? Lövhəmizi təmizləyək. Deməli, burada 3 bucaq verilib. 3 bucaq verilib və bu 3 bucaqda DC parçası soruşulur. Bu məsələni həll etmək üçün bizə 3 bucaqların oxşarlığından istifadə etmək lazım gələcək. Oxşarlığından. Deməli, göründüyü kimi bizə D yeni 3 veriblər. Bax, bura 3 verilib. A'ya 5 verilib. Bura 3 verilib. A'ya 5 verilib. Avtomatik Pifaqor teoreminə görə buranı 4 tapırıq. Yəni, AD-nin kvadratı bərabərdir. AY-nin kvadratı çıxılsın DY-nin kvadratı. Bunu yazmaq lazımdır yazılı sualda. 5'in kvadratı çıxılsın 3'ün kvadratı. Bu da bərabərdir 16. Buradan AD-nin nə tapırıq? 4 tapırıq. İndi isə biz A bucağını alfa kimi qeyd eləsək, 3 bucaq AD'yə və 3 bucaq ABC'yə fikir versək, onlar bir-birlərindən oxşar 3 bucaqlardır. Hansı əlamətə görə? BB əlamətinə görə. Yəni, hər 2-3 bucağın bir A təpəsindəki ortaq bucağı var və hər 2-3 bucağın bir 90 dərəcəli bucağı var. Bu bizə imkan verir ki, biz deyək ki, bu 3 bucaqlar oxşardırlar. Oxşar 3 bucaqlarda bərabər bucaqların qarşısındakı tərəflərin nisbətləri bərabərdir. Ona görə də başlayaq bu 3 bucaqların oxşarlığını yazmağa, oxşarlıq nisbətlərini yazmağa. Alfanın qarşısında var. Alfanın qarşısında ADY 3 bucağında 3'dür. Eyni bucağın qarşısında ABC 3 bucağında 7/5'li tərəf. 3'ün 7/5'e nisbəti. 90'ın qarşısında ADY 3 bucağında 5 var. 90'ın qarşısında ABC 3 bucağında isə bura bir x əlavə eləsək 4 plus x var. 4 plus x var. Buradan tənasübü həll eləsək 3x plus 12 5'i 7/5'e vursaq 37/5 3x bərabərdir 25/5 x də bərabərdir 8/5 DC parçasının uzunluğunu soruşur. DC'ni biz x ilə işarə eləmişdik. Yəni 8/5 Bu şəkildə yazırıq və bu sualdan da maksimum balımızı alırıq.
Bu şəkildə yekunlaşdı. Qarşıdan gələn imtahanlarda 9-cu sinif şagirdləri həmçinin 9-cu sinifin buraxılış imtahanını verəcək əvvəlki il məzunlarına uğurlar arzu edirəm. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.